Size ne lazımdı? Mən zəif, havadar olmayan bir qadınam. Zahirən bəlkə də möhkəməm, ancaq ayaq üstə güclə dayanıram. Özü də ki, iştaham da yoxdur. Səhər qəhvə içmişəm, heç dadını da bilməmişəm. Mən sizdən soruşuram. Size ne lazımdı? Əmr edin mənə 15 manat versinlər. Qalanını isə sonra versəniz də eybi yoxdur. Sizin ağlınız başınızdadır ya yox? Axı mən özgəsinin pulunu istəmirəm, öz pulumu istəyirəm. Mən sizdən soruşuram. Sizin ağlınız başınızdadır ya ne şeytana. Benim sizinle danışmağa vaktim yoktur. Benim müncür işim var. Rica edirəm. Bəs pul necə olsun? Bir sözlə sizin başınız boşdur. Bak. Budur. Öz arvadının başı boşdur. Mən quberniya katibinin arvadıyam. Mənimlə biraz ehtiyatlı olun. Rədd ol buradan. Özün rədd ol. Eğer sen bu saat çıkıp gitmezsen, ben bu saat alanların artıcı adam göndereceğim. Rədd ol! İşlerime çok! Senden korkan yoktu. Buna bak. Ahmak. Diyesen bütün ömrümde senden iğrenç arvad görmemişim. Kan beynime vurdu. Ben sana bir de değilim. Eğer sen koca ifrite bu saat buradan redd olup çıkıp gitmesen ben seni ezip tuza döndüreceğim. Ben cinayet edebilirim. İtirək karvan keçər. Qorxdum səndən, zigir. Ben buna bakana bilmirəm. Halım xarablaşdı. O kadar arvad bırakıblar ki bütün bank dolup. Ben məruzə yaza bilmirəm, yaza bilmirəm. Mən özgəsinin pulunu istəmirəm, öz halal pulumu istəyirəm. Özü də qanunla.